bu məsələ ki, insanlar deyir, vaxtın çatmır, mən təcrübə. Çünki insan bir hədəfi qoyur və o hədəfə tərəf addım atmırsa və səbəbini qoyursa ki, bu vaxtlandır, mən onu anlaya bilmirəm. Çünki hamı gündə 3 dəfə çörək yeyir, bəziləri. Mən onu görürəm. Bəziləri deyir, Azərbaycanda çətindir, paramız, pulumuz da yoxdur. Amma maşınla restoranlara getsəz, görərsiniz ki, axşamlar restoranların hamısı dolu. Bu çatmırsa, restorana nə edeyim? Mən restorana çox təkdir var. Təkdir var. Restorana gedən adam öz inkişafından, öz hədəflərinə gedə bilər. Onun hədəfi olur restoran. İyi işini. Belə, ona görə kimsə gileylənirsə ki, mənim vaxtım yoxdur. O düz gileylənmir. Sonra yuxudan durmaq məsələsi. Biz hamımız Azərbaycanlıyıq, hamımız İslam dinlər. Orada insan səhər durmalıdır. Səhər durub namaz qılmalı. Mən demirəm ki, kimsə varılsın, onu mübahindir, işidir. Amma səhər yetirmirsə 6-da dur. Yetirmirsə 5-də dur. Yetirmirsə 4-də dur. Amma yatmaq məsələsi var ki, axşam saat 12-yə, 1-ə, 2-ə, 3-ə kimi həyat tərzi keçirib, səhər durub 11-də, 12-də və gün ərzində nəyisə yetirmək. Mən inanmıram ki, insan nəyisə yetirər. Mənim saatımda durmaq vaxtı 5:30. Amma mən 5:30-da durmuram. Mən dururam 5-də, 4:30-da, 4-də. Çünki mən işə gedənə kimi bütün o hansı özümün şəxsi inkişafıma yönələn işlərimi aparmalıyım. Çünki gün ərzində həddən artıq çox işlərimiz olur, zənglər olur, ümumi dövlət işləridir və s. Federasiyada işlərdir, işləvi hansı tədbirlərdir və yetirmək mümkün deyil. Sadəcə vaxtınızı səhər, axşam o telefonlarda oturub, sosial şəbəkələrdə heç mənası olmayan yazışmaları çıxartsaz və ya televizorda baxan azdır, hamı planşetdə baxır, orada da mənasız proqram. Onu da seçirim. Mənasız proqramlardan çıxsaz, onu görəcəksiniz ki, siz 9-dan da yatdınız. 9-dan da yatan adam 4-də, 5-də rahat. Amma axşam 11, 12, 12-dən sonraya keçsəz, onda durarsınız 8-də, 9-da, başda elə bir vəziyyətdə o hər anda mümkün elə olur. Öyle bir şey ki, nə oxumaq istəyir adam, nə inkişaf edir, bütər günlük yola verirsən ki, biraz da fikir gözünə gəlirsən. Bundan aralamalısınız. Və mən sizin məsləhət görərdim. Götürək ki, dünən axşam oturursunuz, birə kimi nəyəsə baxırsınız. Kimdən soruşsanız ki, nəyə baxsın, yadında deyil. Baxırdı, maraqlı, amma nə idi, yadında deyil. Amma biz elə şeylərlə məşğul olmalıyıq ki, o bizim yadımızda qalsın. Yəni, hədəf olmalıdır, məqsəd olmalıdır və siz o məqsədə tərəf getməlisiniz. O ki, qaldı yox, bizim heç bir əlaqəmiz yoxdur, amma o bizim günahımızdır. Mən deyirəm, bugün tapşırıq verəcək. Sizin də trekimiz hər bir vaxt açıq. Və mən növlərdən asılıq İmanlı növləri var. Trek, şosseyə, mountain bike, BMX. Onların təncəməsi olur. Mən şübhəsiz ki,